Salam əziz abituriyentlər, bu videoda fizika ümumi sınaqlar toplusundan sınaq 15-in izahına baxırıq. Birinci sualdan başlayaq. 20 Newton qüvvənin təsiri ilə düzxətli hərəkət edən cismin koordinatı zamandan asılı olaraq x bərabər 2t plus 2t kvadratı qanunu ilə dəyişir, cismin kütləsini hesablayın. Newton ikinci qanununa görə F əvəzləyici bərabərdir ma. Bizdə təcil x bərabərdir vt plus V0 t plus AT kvadratı bölü 2 olduğundan t kvadratının qarşısında A-nın 2-yə bölünmüş versiyasıdır. Yəni A bərabərdir 4 metr böl saniyə kvadratı götürəcək. Qüvvəmiz 20 Newtondur. Onda M bərabərdir F bölək A. 20 bölək 4 5 kiloqram. Cavab D. 2. Kütləsi 3 kiloqram olan cisim mail müstəvi üzrə sükunətdədir. Bu cismə təsir edən sükunət sürtünmə qüvvəsinin qiymətini Newton ilə hesablayın. Sükunət sürtünmə qüvvəsi ağırlıq qüvvəsinin, yəni mg, iki toplanan ayrı. Burada mg sinus alfa bizim sükunət sürtünmə qüvvəmiz olacaq. Mg sinus alfa paralel toplananımız mail müstəvinin uzunluğuna paralel olan mg sinus alfadır. Çünki sürtünmə qüvvəsi mail müstəvi üzərində uzunluğa F sürtünməyən bu formada L uzunluğuna, mail müstəvinin uzunluğuna paralel formadadır və onun əksinə yönəlmiş mg sinus alfadır. Sükunətdə olduğuna görə F sükunət sürtünmə bərabərdir mg sinus alfa. Deməli, 3 vuraq 10, vuraq sinus alfamız bizə bucaq verilməyib, amma üçbucağın parametrləri verilib, düzbucaq üçbucağın sinus alfa qarşı katetin hipotenuza olan nisbəti. Yəni 12 bölək 15. Bu da deməli 4 5. 5 də 4. Gətirək yerinə yazaq. 24 Newton. A variantı olur. 3. İki cismin koordinatının zamanla asılı qrafiki verilmişdir. Aşağıdakı ifadələrdən hansı və ya hansıları doğrudur? Baxaq. Koordinatın zamanla asılı qrafikində deməli A cismi, B cismi, A cismi müəyyən mənfi qiymətdən başlayıb, B cismi koordinat başlanğıcından başlayıb. T-nin anında cisimlər görüşər. Bəli, koordinatın zamanla asılı qrafikinin koordinat hansı qiyməti göstərirsə, cisimlər oradadır. 10 saniyədə bunlar eyni koordinatda olublar, deməli görüşüblər. 1 doğrudur. B cismi x ox istiqamətində, A cismi x oxun nəfs istiqamətində hərəkət edir. Xeyr. Hər ikisi x ox istiqamətində. Sadəcə A müəyyən mənfi qiymətdən, yəni x oxun sıfırdan aşağı mənfi qiymətdən başlayıb hərəkətə, B isə koordinat başlanğıcında qəbul olunub, oradan başlayıb x ox istiqamətində hərəkət edir. Yəni hər ikisi x ox istiqamətində hərəkət edir. Ona görə 2 səhvdir. Hər iki cisim x ox istiqamətində hərəkət edir. Bəli. Cisimlər arasındakı məsafə əvvəlcə artır, sonra azalır. Baxaq. Müəyyən anda burada bucaqlara fikir versək, yəni tangens alfa x bölək t sürəti verir. B cisminin sürəti A cisminin sürəti alfa 1, alfa 2 kimi baxsaq, alfa 1 böyükdür alfa 2-dən. Yəni və yaxud da alfa A böyükdür alfa B-dən. Bu da o deməkdir ki, A cisminin sürəti B cisminin sürətindən çoxdur. B cismi irəlidə olsa da A cismi gəlib ona çatır. Əvvəlcə müəyyən qədər ara məsafəsi var. 10 saniyədə bunlar görüşürlər. Yəni A cismi B cisminə çatır və onu keçib ötüb keçir. Yəni cisimlər arasında əvvəlcə artmır, əvvəlcə azalır, sonra artır. Ona görə 4 də səhvdir. Cisimlər arasında məsafə əvvəlcə azalır, sonra artır. Bəli. Görüşənə qədər məsafə azalır. Çünki müəyyən qədər burada delta x məsafəsi var. Başlanğıc aralarında delta x məsafə var. Əvvəlcə müəyyən məsafədir. Sonra görüşürlərsə, deməli məsafə azalıb. Və yenidən görüşəndən sonra məsafə artır. 4. Doymuş buxar bir halından 2 halına keçdikdə onun sıxlığı və kütləsi necə dəyişər? İfadədə doymuş buxar sözü var. Doymuş buxar T konstant olduqda
Rho sıxlıq, konsentrasiya və təzyiq. Həcmdən asılı deyil, yəni sıxlıq dəyişmir. Dəyərlərini çıxartdıq. Kütlə isə həcmdən düz asılı olur. Ona görə kütlə artır. Çünki həcm 2 dəfə artıb, kütlə də 2 dəfə artar. Cavab E variantı olur. 5. Bir cins elektrik sahəsinin 1, 2 və 3 nöqtələrində olan neytronlara sahə tərəfindən təsir edən qüvvələri müqayisə edən. Neytrona yükü Q bərabərdir 0 olduğundan qüvvə təsir göstərmir. Ona görə bütün qüvvələr 0-a bərabərdir. Cavab D variantı olar. 6. Zəif elektromaqnit reaksiyasını gücləndirmək üçün nədən istifadə olunur? Tranzistorlardan. Wattmetr gücü ölçür, transformator güc və tezliyi sabit saxlamaqla gərginliyi artırıb azaldır. Kompasdan cəhətlər təyin olunur, yerin maqnit sahəsindən əsaslanır. Termistordan temperaturu ölçmək üçün və yaxud da ki, temperaturun arası olaraq cəryanı dəyişmək üçün istifadə olunur. Qüvvə momentinin qüvvənin qolundan asılılıq diaqramında hansı nöqtəyə qüvvənin ən kiçik qiyməti uyğundur? Qüvvə momenti M bərabərdir. F bura D-dir. F də bərabərdir M bölək D. Yəni, M ilə düz D ilə tərs götürəcəyik. D-yə tərəf ən kiçik qiymətidir. M-ə tərəf ən böyük qiymətidir. 2, 5 və 4 bu hissələrdə olan 4, 5, 2 olanlar isə bərabərdir. Bizə ən kiçik qiymət dediyinə görə D-yə yaxın ən böyük götürürük. C variantı. 8. Eyni uzunluqlu və eyni cəryan şiddəti axan naqillər bir cins maqnit sahəsində şəkildə kimi yerləşdirilir. Naqillərə təsir edən amper qüvvələr arasında hansı münasibət doğrudur? Deməli, amper qüvvəmiz F amper bərabərdir. IBL sinus alfa. Burada hər üçündə cəryan eynidir, ancaq bucaqlar fərqlidir. Naqillə, daha doğrusu maqnit sahəsi ilə naqil arasında qalan bucaq alfa paraleldir. Deməli, 0-da 1 0-a bərabərdir. F1-i bəri başdan 0 yazırıq. F3 perpendikulyardır. Ona görə F3 maksimumdur. 3 maksimumdur. Ona görə F deməli 3 böyükdür. F2-dən F1 bərabərdir 0 qəbul edəcək. Yəni D variantı olar. 9. Hidravlik presin porşenlərinə təsir edən qüvvələr F1 2 Newton, F2 10 Newtondur. Bu qüvvələrin gördüyü işlərin nisbətini hesablayıb sürtünmə nəzərə alınmır. Mexanikanın qızıl qaydasına görə heç bir sadə mexanizm işlə qazanc vermir. Hidravlik pres də bunlara aid idi. Yəni, qüvvədə neçə dəfə qazanırsa, yolda bir o qədər itilirdi. İşlər bir-birinə bərabər olur. A1 bərabərdir A2-yə. İşdə qazanc yoxdur. Ona görə nisbət 1 olar. 10. Kondensatorlar bateriyasının ümumi tutumunu hesablayın. Bura A nöqtəsi deyək. A nöqtəsindən bura B, bura C. B nöqtəsinə 1. Deməli, A nöqtəsini qeyd etdik. Alternativ çəkirik. 1, 2C birbaşa birləşir. Yuxarıda isə 3C, 3C, 3 dənə 3C tutumlu kondensatorlar ardıcıl birləşib. Yenidən B nöqtəsindən C nöqtəsinə 3C, 3C yenə ardıcıl birləşib. Biz yuxarını hesablasaq buranın tutumu ardıcıl birləşinə görə C ardıcıl bərabərdir C bölək 3, yəni 3C bölək 3 C-dir. Tutum C-dir. 3C, 2C ardıcıl paralel birləşinə görə C paralel bərabərdir. C plus 2C ümumi tutum 3C oldu. AB məsafəsi arasında yekun tutum 3C'dir. Bu 3C, BC arasında yenidən 3C var və bu 3C'lər hamısı bir-birinə ardıcıl olduğuna görə 3 dənə 3C ardıcıldır və yeni yekun tutumumuz C ardıcıl bərabər. Bir də 3C bölək 3 cavab C.
A variantı olar. 11. Sabit temperaturda bir atomlu ideal qazın daxil enerjisinin onun kütləsinin asılılıq qrafiki hansıdır? M konstant. Bu bərabərdir. Deməli, 2/3 nöRT-dən M bölək nöRT. Yəni düz asılı. B variantı olur. 12. Müqaviməti 0.1 ohm olan qapalı naqilin konturundan keçən maqnit seli Fi bərabər 0.2 plus 0.4 T qanunu ilə artır. Naqildə yaranan induksiya cəryan şiddətinin modulunu hesabla. İnduksiya cəryan şiddətinin modulu I bərabərdir. Epsilon bölək R'dir. Biz buradan epsilon I bərabərdir. Mənfi. İndi biz mənfi nəzərə almayacağıq burada. Modulun dediyinə görə. Delta Fi bölək delta T. Gətirib bunu qeyd edəcək. İnduksiya cəryan qiyməti bərabərdir. Delta Fi böl delta T. Mənfi nəzərə almıram. Yekun moduldur. Bax 1 bölək R. Bu da bərabər. Delta Fi böl delta T Fi'nin T'yə görə törəməsi deməkdir. Yəni Fi bərabərdir 0.2 üstəgələ 0.4 T'dən törəmə alsaq bizə verir. Bu 0.2 sabit 0'a gedir. 0.4 D 0.4 V1. Gətirib yerinə yazsaq 0.4 V1 bölək R. R'miz də 0.1. Cavab 4 amper olar. Yəni C variantı. 13. Kütləsi 2 kiloqram olan cismin yer dəyişməsinin proyeksiyasının zamanı asılı qrafiki verilmişdir. Cismin ilk 2 saniyə ərzində kinetik enerjisinin dəyişməsini hesablayın. Kinetik enerjinin dəyişməsi əvəzləyici qüvvənin təsiri altında baş verə bilər. Düz xəttli bərabər sürətli hərəkətdir bu. V bərabərdir konstantdır. Qüvvə yoxdur. Əvəzləyici qüvvə bərabərdir 0'a. Təcil bərabərdir 0. İş görülmür. Kinetik enerji dəyişə bilməz. D variantı olar. 14. Voltmetrin göstərişi 16 volt olarsa I cəryan şiddətini hesablayın. Deməli, yuxarıdakı gərginlik 10 ohm. Aşağıda gərginlik 10 ohm. Onda bunlar bir-birinə paralel 2 eyni cəryan müqavimətlərdir. I cəryanı I bölü 2, I bölü 2 olaraq paylanır. Və 8 amperlik, 8 ohmluq hissədən 16 volt yaranırsa, buradan keçən cəryanı I bölü 2'dir. Yəni, I bölü 2 bərabərdir. 16 bölək 8'dirsə, I də bərabərdir 2 vur 16 bölək 8, 4 amper I cəryanı olar. Yəni, bizdən I-nin özünü soruşur. 15. Qarşılı ötürmə ilə sürüşmədən fırladılan disklər A və B nöqtələrinin xətti sürətləri nisbətini hesablayın. Xətti sürətlər A və B nöqtələrində qarşılı ötürmə bərabər olur. VA bərabərdir VB. Onların nisbətləri görə bizə 1. Vahid. Verilmiş kütlə ideal qazın təzyiqinin mütləq temperaturuna asılı qrafikinə əsasən qaz bir halından 2 halına keçsə həcm və sıxlığı necə dəyişər? Bura fikir versək, O nöqtəsindən keçmir. P artı kvadratik artır. Yəni, müəyyən qədər xətti artmır. PV bölək T bərabərdir konstantdırsa, deməli, P 2 qat artır. Misal üçün deyirik. Buradakı bucağa da fikir versək. T xətti artır və azalmalıdır. Yəni, həcm azalmalıdır. Sıxlıq həcm azalına görə artar. Bu izoproses deyil. 17. 1, 2, 3 və 4 cisimləri yer ətrafında dairəvi orbitlər üzrə hərəkət edir. Hansı cisim yer tərəfindən təsir edən ağırlıq qüvvəsi ən böyükdür? Ağırlıq qüvvəsi F bərabərdir mg0. Bu mg-nin əvəzinə J, M cisim J, M planet bölə yer kvadratdır. Amma müəyyən hündürlükdə yerdən müəyyən qədər məsafədə olduqda F ağırlıq qüvvəsi bərabərdir mg, M cisim J, M planet bölək R plus H-ın kvadratı olar. Ona görə H-la, yəni R plus H-la tərs asılıdır. Yerə ən yaxın, ən böyük olacaq. Yəni 1.
18. Watt vur saniyə ifadəsi, saniyə bölək metr kvadrat ifadəsi hansı fizik cəmiyyətin vahidinə yoxdur? Wattın əvəzinə deməli joule bölək saniyə yazsaq, vuraq saniyə bölək metr kvadrat. Saniyələr getsin, joule bölək metr kvadratı, joule da Newton vur metr bölək metr kvadratı yazsaq, qalacaq yekuna Newton bölək metr. Newton bölək metr F bölək L səthi gərilmə əmsalının vahidinə uyğundur. Cismə təsir edən əvəzləyici qüvvənin 10 metr yolda gördüyü şey hesablayın. Əvəzləyici qüvvə burada F əvəzləyici bərabərdir. 8 Newton 1 və 2 Newtonun əksinədir. 1 Newton hərəkətin əksinə müqavimətdir. Sürtünmə qüvvəsi 2 Newtondur. Yəni 8 minus 3, 5 Newton əvəzləyici qüvvəmiz var. A da bərabərdir F əvəzləyici. Vuraq S, o da bərabərdir 5 vuraq 10 metr yolda 50 joule iş görürlər. Yəni B variantı olar. 20. Rəqs edən maddi nöqtənin təcizinin proyeksiyasının zamanı asılı qrafiki verilmişdir. Maddi nöqtənin koordinatının zamanı asılı qrafiki hansıdır? Qrafikə fikir versək, AX, yəni A bərabərdir deyə, A bərabərdir. AM özdə mənfi AM sinus omega t, yəni mənfidən başlayıb və sıfırdan mənfidən başlayıb mənfi sinus omega t'dir. X deməli A-dan pi qədər geri qalır. Pi qədər geri qalırsa burada xm sinus omega t olar. 2 dəfə geri. Elə ki x-dən törəmə alsaq v-ni verəcək. Bundan 2 qat törəmə alsaq a-nı verir. Ona görə cavabımız olacaq A variantı. Başqa üsulla necə müəyyən edirik? Qrafikin üzərini bu formada A x-i qabaqlayır pi qədər. Ona görə bunun üzərində bir pi qədər geri çəkirik və gətirib bura x koordinatımızı qoyuruq. Qrafikimiz bu formada olmalıdır. Biz də buna uyğun A variantı olur. Əgər misal üçün burada v-ni soruşsaydı, A v-ni pi bölü 2 qədər qabaqlayır. Onda bir dənə belə çəkəcəkdik. Yəni müəyyən qiymətdən başlayacaqdır və bu da v bərabərdir. Vm kosinus omega t olacaqdır. Belə. A variantı. 21. Koordinatın kondensatorun maksimum yükü 4 dəfə artdıqda rəqs konturlarında rəqsin periodu necə dəyişir? Rəqsin periodu elektromaqnit rəqslərindən gedir. Söhbət T bərabərdir 2pi kök altında LC. Yəni burada L və C-dən konturun induktivliyindən və konturda olan kondensator tutumdan asılıdır. Rəqsin periodu yükdən asılı deyil. Ona görə dəyişməz. 22. Aşağıdakı rəngləri eyni prizmanın sındırma əmsalının azalması sırasıyla düzün. Deməli, sındırma əmsalı eyni prizma üçün ağ işıq dəstəsi düşdükdə qırmızıdan bənövşəyə doğru sındırma əmsalı artır. Deməli, qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy bənövşə. Bunu biz qarı nənə 80 yaşında məxmər gülə bənzəyər adlandırırdıq və bu istiqamətdə tezliyi artırdı, sındırma əmsalı artırdı. Qırmızıya doğru dalğa uzunluğu artır, sürət artır, sındırma əmsalı azalırdı. İndi bizdə bənövşəyi ən böyük sındırma əmsalına uyğundur. Ona görə bənövşəyi birinci gələcək. Ondan sonra gəlir yaşıl və narıncı. 2-1. Cavab C variantı olur. Dəyişən cəryan dövrə 20. Dəyişən cəryan dövrəsində kondensatorun lövhələri arasında dielektrik çıxartda dövrədəki cəryan şiddəti və gərginlik necə dəyişir? Dəyişən cəryan dövrəsindəki gərginlik, cəryan şiddəti I bərabərdir. U bölək. Deməli, bizə birləşdirilib kondensator, yəni tutum müqaviməti X-dir. Onda U bölək 1 bölək omega C. Bu da U omega C olar. Yəni C ilə düz asıldı. C də bərabərdir. Epsilon 0 S bölək D olduğundan onda I bərabərdir. U vuraq. Epsilon 0 S bölək D
omega. Yəni epsilonun düz asılıdır. Çıxartdıqda azalar, amma gərginlik dəyişmir. D variantı olar. 24. Hansı keçiddə hidrogen atomunun şüalandırdığı fotonun dalğa uzunluğu ən böyükdür? Hidrogen atomunun spektrlərində deməli şüalandıran hissə yuxarı enerji səviyyəsindən aşağıya gəlməlidir. Ona görə 1-də şüalanma baş verir, 2-də 5-dən 6-ya yuxarı səviyyə baş verməz, C-də də baş verir, 2-dən 6-ya baş verməz, 3-dən 5-ə baş verməz. Udulmadır bu hissələr. Yəni 6-dan 2-yə və 6-dan 5-ə. Birinci müəyyən bir qiymətlə, müəyyən yuxarı enerji səviyyəsindən aşağı birinci səviyyə gələndə bu Lyman seriyası idi. Ultrabənövşəyi şüalanmaya uyğun idi. Yəni Y n-ci səviyyədən gəlirdi Y birinci səviyyə. Bu Lyman seriyası idi, ultrabənövşəyi. İkinci səviyyəyə gəlmək Y n-ci səviyyədən Y2-yə gəlmək. Görünən Balmer seriyası idi, görünən şüalar idi. Görünən şüalar idi. Artıq 3-cü səviyyə 4-ə, 5-ə digərlərinə gəlmək yuxarı enerji səviyyəsində. Bunlar infraqırmızı şüalanma idi. Yəni Y n-ci səviyyədən Y3-ə, Y4-ə, Y5-ə Brechet Fund seriyaları. Paşin Brechet Fund seriyalarıdır bunlar. Və bu seriyalara gəlmək infraqırmızı idi. Şüalanma infraqırmızı. İnfraqırmızı şüalanma ultrabənövşəyi və görünən şüalanmalardan daha böyük tezliyə, daha doğrusu daha kiçik tezliyə, amma ən böyük dalğa uzunluğuna malikdir. Bizə də ən böyük dalğa uzunluğu deyirsə 3-ə, 4-ə, 5-ə gəlməklərə baxırıq və əlimizdə ən böyüyü C variantıdır. Foks məsafəsi F olan çökük güzgüdə F ilə T arasında olan cisim güzgüyə yaxınlaşdırılır. Buna əsasən xəyal güzgüyə yaxınlaşır, xəyalın boyu kiçilər, xəyalın boyu artar. Çökük güzgüyə yaxınlaşdırılanda F-i keçibsə, bunun xəyalı mövhümü dizinə böyüdülmüş alınır. F-dən deməli güzgünün təpə nöqtəsinə yaxınlaşdırılırsa, xəyal da güzgüyə yaxınlaşır və boyu artır. Yəni 1 ilə 3 olar. 26. Aşağıdakılardan hansının və ya hansıların iş prinsipi işıq kvant xassəsinə əsaslanır? Deməli, bu fotoeffekt hadisəsində fotoelementin iş prinsipi kvant fizikasındadır, kvant xassəsidir. İşıq kvantlarına əsaslanır. Diffraksiya qəvəzi dalğa optikasındadır, xeyr. Vakuum fotoelementi, bəli. Yarımkeçirici fotoelement, bəli. Bu fotoelementlərin hamısı kvant xassəsinə əsaslanır. Yəni 1, 3, 4. 27. Sxemdə göstərilən qaydada sabit gərginlik mənbəyinə qoşulmuş aktiv müqaviməti 0.8 ohm, induktivliyi 3 mH olan sarğacın maqnit sahəsinin enerjisini milli joule ilə hesablayın. Deməli, biz cəryan şiddətini tapaq. Buradan sabit cəryan mənbəyinə qoşulduğuna görə I bərabərdir. Epsilon bölək R plus R. Epsilonumuz 16. Xarici müqavimətimiz 0.8 və 3. Burada sayğacın müqaviməti nəzərə alınır. Onda yekun bu olur. R bərabərdir 3.8. Daxili müqavimət 0.2. Yekun müqavimət 3.8 plus 0.2. 16 bölək 4. 4 amper. Və bizdə maqnit sahəsinin enerjisi W maqnit bərabərdir. L-I kvadratı bölü 2. L-imiz 3. 4 də I kvadratı 16 bölək 2 olur. 24 milli joule. Cavab 24. Konturda cəryan şiddəti I bərabər 4 kosinus 20 T qanunu ilə dəyişir. Gərginliyin amplitude qiyməti 50 voltdur.
Cəriyə şiddətinin təsir edici qiyməti neçə amper? Cəriyə şiddətinin təsir edici qiyməti I bərabərdir IM bölə kök altda 2 və ya IM 1 bölə 1,4. Yəni IM-imiz 4'dür. 4 bölək. Deməli, biz belə yazaq. Kök altda 2, bunu kökdən azad eləyək. Deməli, 2 kökdə 2, 2 vur 1,4 yazacağıq. Bu da 2,8 amper. Bu qaydada daha sürətli hesablayır. 2,8. 29. Konturdakı kondensatorun tutumunun neçə mikrofarad olduğunu hesablayın. Deməli, I bərabərdir. U bölək XL, XC. Oradan da U omega C. C də bərabərdir. I bölək U omega. İ'ni tapmışdıq bayaq. 2,8 təsir edici qiymətlərə görə hesablayırıq. U'muzun qiyməti. Onu verib. Təsir edici qiymətdə verib. Təsir edici qiymətini tapaq. U'nun U bərabərdir. UM bölək kök altda 2. O da deməli belə yazaq. Bunda 50 bölək kök altda 2. O da bərabərdir. 25 1,4'ə vuracaq. Gətirib yerinə yazaq burada. 25 vuraq 1,4 vuraq. Omegamızın qiyməti deməli 20. 2 xəsar elədik. 1 bölək 250. O da elədir. 4 vur 10 üstü -3. Cavab milli ilə soruşduğuna görə 4 milli farad. 30. Dəyişən cəryan kondensatorun lövhələrindəki yük neçə millim kulon olduğunu tapın. Burada Q bərabərdir. CO düsturu ilə gedək. Tutumu tapmışıq. 4 vur 10 üstü -3. U'muzun da təsir edici qiymətini tapmışıq. 25 vur 10 üstü 25 vur 1,4. Oradan da olur deməli 140 milli kulon. Cavab 140. Növbəti videoda sınavın altın izahına baxacağıq.